Bismillahirrahmanirrahim. Selamun ala Resulillah emme ba'd. Bu videomda Merkezil Feleki Duvali saytının ve merkezinin El-Meşru'ul İslami li Rastil Ehille, yani beynəlxalq astronomiya merkezinin merkez Abu Dhabi'de yerleşir. Təsisçisi Yordaniyalı felek ilmi uzmanı Muhammed Şevket Avdadi ve onun təsis ettiği bir məşru var. Yani bir proje var. El-Məşru'ul İslami, İslami bir proje. Li-Rastil Əhillə. Hilal Gözetləmə İslami Projesi ismində. Bu proje kısaca məlumat verilir burada. Yəni 1998-ci ili təsis olunduğu, yəni hilalı gözetləmək üçün Hicri 1419-a müvafiq olan, təvafuq eləyən. Nə üçün təsis olunub, niyə təsis olunub? Bildiyiniz kimi, yəni bizim əksər ibadətlərimiz hilal üzərinə bina edilmiştir. Yəni hilalın görsənməsi üzərinə bina edilmiştir. Məsələn, Ramazan orucunun başlaması, həmçinin Ramazan orucunun bitməsi kimi, bunun xaricində həcc mövsümünün başlaması və həmçinin zəkatın hesablanması və s. bunlar qəməri, hicri qəməri tarixin hesablanması işte hilalın üzerine kurulur. Ve bu bir ibadettir. Özellikle bir İslami toplum üzerine hilalı gözetlemek farz-ı kifayedir. Ve ümmet içinden bir kısım bunu yerine getirmekle ümmetin üzerine sorumluluk kalkar, ama herkes bunu terk ederse bütün ümmet sorumlu olar. Yani günahkar olar. Bunun haricinde Peygamber sallallahu aleyhi ve sellemin hadiste buyurduğu kimi orucu, hilalı gördüğünüzde orucu tutun ve hilalı gördüğünüzde orucunuzu açın. Yani Ramazan hilalı görsənliyində oruca başlayırıq. Şevval hilal görsənliysə orucu dayandırırıq. Yani Ramazan bitmiş olur ve növbəti günü bayram edirik. Dolayısıyla bu videonu çəkməkdə məqsədim ondan ibarətdir ki, hər il hilalı görsənib, görsənməyib və s. bununla bağlı tartışmalar başlayır, varid olur və məsələ tartışmanın olması değildir. Tartışma her zaman olacaqdır. Tartışma her zaman bunu insan övladı qaldıra bilməz. Qiyamətə qədər bu davam edəcək. Fəqət məsələ burada yani bilen bilmeyenin danışması. Məsələdən həm şəri boyutundan cahil olanların, həmçinin məsələnin coğrafi ve təbiət hadisəsi olaraq, sünnətullah olaraq məsələdən cahil olanların məsələyə daxil olmasıyla tabii ki məsələ daha çirkəf bir şəkil alır. Ümid etmədiyimiz, gözləmədiyimiz bir ixtilaf vəsfinə bürünür. Bundan dolayı da ben bu barədə silsilə videolar çəkmək qərarını aldım. Hər zaman əslində çoxdandan var belə bir silsilə. Mən daha öncə zaman bu barədə videolar çəkmişəm. Ama davamını gətirməmişəm ki, düşünmüşəm ki, yəni artıq məsələn insanlar videonu izledikten sonra müəyyən həqiqətləri, coğrafi həqiqətləri, şəri həqiqətləri anladıktan sonra artıq hər kəs öz işinə baxacaq. Yəni işin əhli olan danışacaq və yaxud da ki, işin əhli olan gözetləyəcək hilalı. Ondan sonra isə bu barədə məlumat verəcək. Amma gözlədiyimizin əksinə olur. Hətta bəzi gülünc kəlmələrlə etirazlar olur. Bəzən gülünc dəlil zənn edilən video və rəsmlərlə nələrsə danışılmağa çalışılır və hilalın görsənmədiyini və görsənə bilməyəcəyini iddia edən insanlara qarşı cahilcəsinə cavablar verilməyə çalışır və s. Ona görə də bu barədə bir silsilə video çəkmək qərarı aldım inşallah və indən sonra bu mövzuda təfsilatlı şəkildə
hilal barədə, hilalın hərəkətləri barədə, şər'i olaraq məsələnin hökmü barədə, bunu vaqiəyə təalluq edən məsələlər, bunun nəticələri və s. bu barədə məlumatlar paylaşacağım. İlk silsilə bu hilalı gözətləmə mərkəzi barədə olacaq. Deməli, bu mərkəzin, yəni bu məşrunun, yəni bu projenin hədəfi nədir? Bu projeyi hər ay hilalın görsənmə imkanının olub-olmaması barədə və haralarda görsənə biləcəyi, haralarda görsənməsi mümkün olmayacağı ilə bağlı məlumat paylaşıb. Daha sonra isə dünyanın hər tərəfində olan müsəlmanlardan, özlərini İslama nisbət edən və s. nə isim qoyursunuz qoyun, könüllərdən ibarət olan, işin istər mütəxəssis olanlar olsun, istər də mütəxəssis olmayan, ancaq həvəsli olan, müəyyən barədə bilgi əldə edilən insanların bir araya gətirilməsindən ibarətdir və burada nələr edilir? Deməli, burada üzvlüklər var. Burada saymamışam, amma təqribən yəni 2000-ə yaxın bir üzv vardır. Onları mən sizə göstərəcəm. Deməli, yəni bu üzvlər, məsələn, ölkə-ölkə zikr olunur burada. Bura sayta girsəz bu barədə məlumat əldə edə bilərsiniz. Yəni bu butondan Əl-Əda və İntisab. Burada məsələn ölkə-ölkə zikr olunur. İspaniya, işte Avstraliya, Yordaniya. Məsələn, bunlar yerləşən üzvlərdir. İmarat və s. Yəni bu ölkə üzvləri, dost olan üzvlər. Məsələn, fikir verin, Yordaniyadan nə qədər insan var? Məsələn, təqribən 127 nəfər. İmaratdan var, məsəl üçün, 87 nəfər. Bəhreyn, Cəzairdən var, məsələn. Cəzairdən burada var, gördüyünüz kimi. 251 nəfər. Senegal, Sudan və s. Dünyanın hər tərəfindən var. Yəni burada Azərbaycandan belə var. Mən burada ilk üzvlərdən idim. Azərbaycandan təbii ki. Hətta mən üzv olduğum zaman Türkiyədən belə yox idi. Amma zaman içərisində artıq Azərbaycandan da bir neçə nəfər üzv var. Mən tanımıram isimləri. Zikr eləyəcəm, burada qeyd eləyəcəm. Məsələn, bura deməli Məğribdir, Mərakeşdir yəni. Yəni İslam diyarlarının ən uzqar bölgəsi. Burada hətta adlar da yazılır. Məsələn, nə işlə məşğuldular? Məsələn, Tevfik Səmləli, Cəmiyyət-i Rabat İlm-i Fələk. Rabat Universiteti Fələk elminə qisminə aid. Yəni özünün nisbət etdiyi qism haradır? O barədə məlumat verir hər kəs. Məsələn, burada deyir ki, Zəkəriyyə Kəlzim və yaxud da ki, Kulzim və s. Əl-Cəmiyyət-ül Məğribiyyə, Cəmiyyət-ül Məğribiyyə li İlm-il Fələk və Təsviril Fələki. Yəni fələk elminə və fələki təsvir, yəni fotoqrafçılıq, astrofotoqrafçılıq cəmiyyəti, üzvlüyü və s. Dolayısıyla yəni, bu qədər insan var burada. Məsələn, Məğribdən, Məmləkət-ül Ərəbiyyət-i Səudiyyə, yəni Səudiyyədən. Burada Səudiyyədən məsələn işi fələk elmi üzərində uzmanlıq olan insanlar var. Məsələn, Cəfər Əl-Öməri, Cəmiyyət-ül Fələkə Urduniyyə. Ürdün, yəni Yordaniya fələk elmlərinə dair ictimai birliyin üzvü. Biri məsəl üçün Cəmiyyət-ül Məlik Abdüləziz, Məlik Abdüləziz adına universitetin daxil. Ondan sonra və s. Yəni burada çoxdur. Saudiyyədən fikir verin, nə qədər insan var. Yəni, fikir verin saylarına. 395 nəfər. Yəni, dolayısıyla burada gördüyünüz bu insanlar var. Yəni, davam edir. Siyahı. Yəni, mən axıra qədər göstəreyim və bu şəkildə davam edir. Tayyip. Və burada qədər. Yəni Hollanda, dolayısıyla dünyanın hər tərəfindən var burada. Təqribən 2000 nəfərə aiddir. Bu səhifədə isə Nətaic Rastil Hilal, yəni hilalın gözətlənməsinin, müşahidəsinin nəticələri paylaşılır.
Burada ta baxın, Hicri 1419. Yani bu məşru ne zaman təsis olmuştu? 1418'de. Yani 98-ci ildə. 99'dan artıq aylar üzərinə müşahidələr paylaşılıb və davam eləyib ta günümüzə qədər və 1447 növbəti Hicri ildə isə hazırda artıq yəni paylaşılmayıb. Belə təbii aylar olduqca paylaşılacaq. Biz hal-hazırda 1446-cı ildəyik və burada aylar üzərində. Yəni Səfər, Rəbiül Əvvəl, Rəbiül Əxir, Cəmadəl Ulə, Cümədəl Əxirə, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zülqədə və Zülhiccə. Məsələn, burada bəzi illərin keçmişə dair paylaşımları göstərim sizə ki, yəni hilal gözətlənə bilər, yoxsa yuxarıda görsənə bilər, görsənməz. Məsələn, burada gözətləyənlər məlumat paylaşır. Məsələn, burada bizim köhnədən müşahidə etdiyimiz ildə var idi. Məsələn, bu olması lazım. Yanlış hatırlamıyorsam. Buyur. Yəni burada məsəl üçün gözətləmələr paylaşılmışdı, görsənməmişdi. Həmin və məsələn 2 aprel 2022-ci il Azərbaycandan üzv Seyid Abdullah Ömər Azərbaycani. Bax ki, burada şəkil də paylaşılır hilalın. Əl-mühim, belə bir üzv, belə bir məşrudur və burada bizim bu ildə, yəni deməli, Şəvval hilalı görsəndimi, görsənmədimi 29 martda və bu xəritədə də göstərilirdi ki, yəni bu yerlərdə mümkün deyil görsənməsi. Şimdi bu qırmızı, bu yer, bu yer. Dolayısıyla yəni bax bura qədər xəritə göstərir ki, hilal görmək mümkün deyil. Bu rəng içərisində olan, yəni burada isə yalnız teleskopla görmək mümkündür. Buradan bu tərəfə isə gözlə görürsənə bilər. Bu 29 üçün. Niyə görə deyirik teleskopla görsənə bilər falan? Bu barədə növbəti silsilələrdə inşallah mən bilgilər verəcəm. Daha öncəki videolarımda qısaca olsa da məlumatlar vermişəm. Xəbəri olmayanlar bilsin, amma növbəti silsilədə daha hər bölmə üçün ayrıca bir video hazırlayacağım. Bu isə 30-u martda hilalın görsənməsi mümkün olan. Aşağı yuxarı bütün İslam dünyasında bu rəng göstərir ki, hilal gözlə görsənə bilər. Və nəticələr 29 martda hilalın üzvü, yəni bu proqramın üzvü olanların müşahidələri. Məsələn, Albaniya 29 martda bu qırmızı ilə olarkən nə deməkdir? Görsənməmişdir deyil, yəni yadınızda qalsın. Üzv kimdir? Hansı şəhərdə? Məlumatlar verilir. Cəzair, 1-ci məntəqə, 2-ci məntəqə görsənməmiş, 3-cü məntəqə görsənməmiş, burada məlumatlar verir. Gözətləyici, 4-cü yer, 5-ci yer, yəni 5-ci adam. Burada bu üzvün ismi zikr edilir, hansı şəhər və s. havanın məlumatı burada qeyd olunur. Sonra İraq 1-2, sonra Məmləkətül Ərəbiyyəti Səudiyyə. Bu da bir nəfər müşahidə yeri zikr edir ki, görsənmədi. Kimdir bu? Əhməd Həsən Ciddə şəhərindən. Hava deyir, çox açıq idi. Var hələtil cəviyyə kənət safiyə və hava olduqca təmiz idi. Dolayısıyla görsənmədi heç bir şəkildə. Və burada da müəyyən özü də açıqlama verib. Ondan sonra Məmləkətül Müttəhidə və onu da qeyd edim ki, mən Saudiyədə yerləşən bir çox qardaşlarla, müsəlmanlarla əlaqə saxladım. Orada yaşayan, hilalı gözətləyən insanlar var idi. Onlar da bildirdilər ki, biz hilalı gözətlədik, baxmayaraq hava açıq idi. Məsələn, Mədinə şəhərində
e, yaşayan qardaşlar var idi ki, onlardan soruşdum. Onlar dedi ki, görsənmədi. Hava olduqca açıq idi. Həmçinin onların əlaqə saxladığı, yəni illərdir ayı hilalı gözetləyən yerli ərəblər vardı ki, bədəvi ərəblər. Bunlar səhrada yaşayanlar və s. Zaten hilal gözetləmədə Səudiyyədə belə deyək ki, ən uzman insanlar bədəvi ərəblərdir. Çünki onların günü zaten hər gecələri bizim gecələrimiz, şəhərlərimiz fərqli-fərqli gözümüzə əşyalar dəyir, minlərcəsi. Amma bədəvi üçün səhra və səmadan başqa və səma cisimlərindən başqa gözünə bir şey dəymir. Dolayısıyla yəni ən böyük səma cisimlərindən biri də hilaldır. Dolayısıyla ömürləri uşaqlıqdan qozalana qədər ömürləri hilal görməkdən ibarət olur. Ona görə bu konuda ən uzman insanlar da onlardır yəni. Nəzəri olaraq hətta bilməsələr belə, yəni təcrübə olaraq ən çox təcrübə sahibi insanlardır. Onlardan da soruşmuşlardı. Onlar da görmədiklərini bildirmişdi. Həmçinin Məmləkətil Muttəhidə, Britaniya iki yerdə görsənməmişdir. Və görməyən insanlar, bax bunlardır ha, əllərində alətlər olan insanlardır. Və zahiri də var, saqqalı və s. Və əlində həm teleskop, həm müxtəlif alətlər olan, məsələn, proqramla bu günəş tutulmasını qeydə alan adamdır. Günəş tutulması, bildiyiniz ki, həmin gün günəş tutulması baş vermişdi. Yəni bu xəritə ilə İngiltərənin hava durumu və zaten havada görsəndiyi kimi bulutluydu və s. Vilayət-ül Müttəhidə, yəni Amerika Birləşmiş Ştatları, baxmayaraq orada da görsənməlidir, görsənməmiş. Yəmən, yəni Yəməndə də bu insanlar idi. Məsələn, önlərində durbinlər var, gördüyünüz kimi. Baxın, səhrada və havada gördüyünüz kimi üfüq batan çox açıq bir yerdir. Həmçinin çox təmiz bir havadır, amma görsənməmiş İndoneziya, onun kimi İndoneziyada da məsəl üçün bu insanlar, yəni görürsünüz, onlarca adamlar yığılır, hər il yığılan insanlardır və zaten o səhifəni izləsəz görəsiniz ki, bu insanlar hər ay, hər il bu bax, teleskoplarla yığışırlar, gözetləməyə çalışırlar. Yəni başqa şəkilləri də göstərim. Yəni burada çox adam iştirak edir, gördüyünüz kimi alətlər və s. kameralarla yoxdur. Türkiyə iki yerdə, biri Konya, Cumra'da, digər isə Sarıyerdə, İstanbulda görsənməmiş. Suriyada onun kimi birinci yer görsənməmiş, ikinci yer görsənməmiş. Oman'da onun kimi ikinci yer, Fransa, Fələstin, iki yer, Kamerun bir yer, Lübnan bir yer, Libya üç yer görsənməmişdir. Misir iki yer, iki nəfər paylaşmış və havanı da olduqca açıqda gördüyünüz kimi görsənməmişdir. Bəli, gələk və çox adam şeyləmişdir, müşahidə etmişdir, ancaq görsənməmişdir. Buna görə də çox adam da zaten tənəzzül edib paylaşmırdı. Yəni kifayət qədər paylaşım var yəni. Yəni bu qədər üzv, yəni 2000-ə yaxın üzv, yəni və həmin o ayın görüldüyü iddia olunan ölkələrdən olanlar bu qədər insan görməmişdir. Fəqət həmişə paylaşır xəbər, güvənli kişilərdən bizə xəbər gəldi. Güvənli kişi kimdir? Bu günə qədər də ortaya çıxmayıbdır. Yəni sanki hilalı gözetləmək belə deyək, bir cinayətdir. Yəni Interpol axtarışındadır. Nə bilim, CIA-nin insanları MI6 və yaxud 16 və neysə artıq. Bunların bütün dünya, yəni Mossad bu adamların peşindədir. Bu adamlar ortaya çıxmır. Ona görə amma sadəcə belə bir xəbər dolaşır ki, güvənli kişilər gördü. Kim gördü, necə gördü, hansı saatlarda gördü, harda gördü, o yoxdur. Mən bu günə qədər görməmişim qardaşlar. Yəni bu günə qədər belə bir şey iddia edir. Yəni istər Türkiyə tərəfdən olsun, istər Azərbaycan tərəfdən olsun, bir nəfər adam ortaya gəlib çıxmamışdır. Bir nəfər də olsun belə. Yəni mən iddia eləyirəm, bu şəkildə gördüyünü deyən varsa, yəni şəxsən müsəlman. Hamısının sonuna getmişik. Qeyd edib ki, hə, görübdür. Kim görüb? Tutaq ki, ən yaxşı halda belə olub ki, hə, məsələn, Saudiyədə yaşayan bir müsəlmandır. Əlaqə saxlamışıq, qardaş, sən görmüsən, hilal gözetlədin. Yox, qardaş, mən hilal gözetləmirəm. Burada deyir, məscidlərdə elan olunur və yaxud da ki, ya təravih qılınmır, ya da qılınır.
Yəni bu şəkildə olub. Kimsə hilalı gözətləmir və ortaya buraxılan şəkillər olub ki, hər il olduğu kimi bu il də oldu video və şəkillərlə ki, hilal şəklidir. Hamısı saxta, hamısı yəni o 20, 2005-ci ilin martın 29-una aid olan rəsmlər deyil. Ya hamısı günlər öncə çəkilmiş rəsmlər idi, videolar idi, ya da ümumiyyətlə əlaqəsi yoxdur yəni. Çünki məsələn orada bəzi rəsmdə hilal tərsindəndir. Halbuki hilal ilk dəfə görsənəndə, məsələn şimal yarımkürəsində özəlliklə sağ tərəfdən görsənir. Tabii el-mühim, yəni dolayısıyla bu günə qədər belə bir şey gəlmir. 30 martdan başlayaraq ki, bizim yəni gözətlədiyimiz bu bizim müşahidədir. Azərbaycan və günəş batandan sonra üzvü Seyyid Abdullah Ömər Azərbaycani, yəni Əvəri Bakıda, Abşeron və s. Burada məlumat da vermişəm, ərəbcə məlumat vermişəm, qeydlər düşmüşəm ki, hilalın saatı ömrü məsələn 26 saat 43 dəqiqədir. Hilalın ömrü nə deməkdir? Bu barədə növbəti videolarda zikr eləyəcəm və mən Məğrib bizdə o həmin gün 19:05-də girirdi. Baxmayaraq mən o vaxta həmən görmədim. Təqribən 19:25-də gözlərimlə görməyə başladım mən hilalı. Yəni 20 dəqiqə sonra. Hətta mən 19:25 ehtiyat vaxtı olaraq qoymuşam. Daha sonra dəqiqləşdirdiyimdə gördüm ki, yəni 24-25 dəqiqə sonra mən görmüşəm. Yəni 19:25 yox, biraz daha da irəlidir. Mən sadəcə təqribi yazmışdım. Təxminən ki, yəni 20 dəqiqə sonra gördüm aşağı yuxarı. Amma sonra daha sonra çəkdiyim videonun tarixinə baxanda və rəsm və videonun telefon yaddaşında gördüm ki, yəni 19:30-dardır və o saatlarda görmüşəm. Yəni düşünsənizə 27 saatlıq bir hilalı mən yəni günəş batandan və bildiyiniz kimi günəş yeni batan zaman günəşin batdığı istiqamət olduqca işıqlı olur və görsənmir hilal. Və bəlli bir müddətin keçməsi lazım və 29 martda hilal görüldüyünü iddia edən ölkələrin hamısında aşağı yuxarı hilal günəşdən həmən sonra batırdı. Yəni 6-7 dəqiqə sonra batırdı. Ən yaxşı halda 12-13 dəqiqə sonra batırdı ki, yəni bunun mənası nə deməkdir? Bunun mənası o deməkdir ki, yəni günəş batır, üfüqdə günəşin o üst qismi ki var, halqasının, günəşin halqasının üst qismi. O üfüqdə batandan həmən sonra hilalın o belə deyək ki, bir bütün olaraq götürsək, ayı bir bütün olaraq nəzərə alsaq, ayın o aşağı qismi başlayır üfüqdə yavaş-yavaş itməyə. Yəni paralel batırlar belə deyək. Daha sonra onu mən videolarda da inşallah göstərəcəyəm. Dolayısıyla mən burada açıqlama vermişəm, sonra türkçə məlumat vermişəm, yuxarıda gördüyüm və sonda da təbii demişəm ki, 29-u, yəni 30-u bayram edən, 31 bayram edən bütün müsəlmanların bayramını təbrik edirəm deyə qeyd düşmüşəm və rəsmi də paylaşmışdım, balkondan çəkmişdim. Bu görüntüdür. Və fikir verin, həmən başqa digər ölkədə, Yordaniya, Çiyerdə, hətta İordaniyada bax fikir verin, Mərkəz Fələki Düvəli həmin bu mərkəzin üzvü, yəni başçısının deməli fikir verin, gündüz günəş batmadan öncə hilalı çəkibdi. Bu ancaq kamera ilə mümkündür. Və düşüncənizə, yəni kamera ilə belə hilalı çəkmək mümkün ikən, hansı ki bu dəlildir, açıq dəlildir ki, məsələn çəkilir. Amma yəni o 29-u martda hilal görsənib deyilən zaman belə kamera ilə belə yəni hilal görsənmirdi. Düşünün siz yəni nə deməkdir yəni. Kamera ilə belə çəkmək mümkün deyildi. O deməkdir ki, yəni hilal paşüşdə yoxdur yəni. Tabii İmaratdan var, ondan sonra digər Birləşmiş Ərəb Əmirliklərindən şəkil paylaşıb. Bəhreynlə onun kimi. Bosniya, Hersak, Cəzair, ondan sonra ikinci yer, üçüncü yer, dördüncü yer, Kuveyt, Maldivlər, Almaniya, Məğrib, Mərakeş yəni. Mərakeşdən 5 dənə yer paylaşıb, 6-7 nəfər. Düşünsənizə. Yəni bu insanlar gözətləyirlər zaten. Amma məsələn ayın
29'u bunlar görənmədilər. Amma görsəz 30'u görüblər və paylaşıblar. Və düşünün, yəni coğrafiyadan az-az anlayışı olan bilir ki, yəni şərq ölkəsində əgər görsənibsə hilal, mütləqdir ki, qərb ölkəsində də görsəniz. Yəni o həmin ölkədən sonra görsəniz. Və xəritəyə baxdığınızda görəsiniz ki, Saudiya şərqi ölkəsidir. Mərakeş isə ondan çox o tərəfdədir, qərbdədir. Yəni Atlantik okean sahilindədir. İslam diyarının ən sonuncu ölkəsidir, qərb olaraq. Baxmayaraq orada görsənməmişdi. Hilal hətta günəşdən 18 dəqiqə sonra batırdı və hilalın ömrü Saudiyədəki hilalın ömrünə görə daha çox idi. Buna rağmen görsənməsi mümkün olmamışdı. Hətta teleskopla belə. Sonra Məmləkətül Ərəbiyyəti Saudiyə 3 nəfər paylaşıb və rəsmlərində çəkib paylaşıblar. İndi hilalın şəklinə baxıb bəzən edəcək ki, bu 2 günlük hilaldır. O barədə sonra video çəkəcəm inşallah. Üçüncü yer isə görsənməmişdir. Bunun da səbəbi Ciddədir. Hava açıq olub, amma müəyyən mənada havada çiskinlik olduğuna görə görsənməyib. Məmləkətül Müttəhida Britaniyada görsənən birinci yer, ikinci yer rəsmləri ilə bərabər. Yəni bu da o, həmin yer. Halbuki bu rəsmi biz paylaşmışdıq. Görə bilməmişdilər. Hindistanda da görsənməsi, Indoneziyada görsənməyib. Səbəb də havanın çox bulutlu olmasıdır. Yəni hava gördüyünüz kimi hava açıq olmayıb. Hətta orada teleskopla belə görə bilməyiblər Indoneziyada. Və ikinci yerdə görsənməyib. Bunlar həmin bu insanlardır, gözətləyən insanlar. Yəni, bunlarda teleskop var. Sadəcə havadan dolayı bunları görə bilməyiblər. İranda görsənib. İkinci yer, üçüncü yer İtaliya. Burada da məlumatlar qeyd olunub. Bangladeş. Sonra 1-2 Türkiyədə birinci yer. Hansı ki Konyadan, Cumradan gözətləyən insandır. Toğrul isimli bir şəxsdir. Ondan sonra Şri Lanka'dan var. Suriye'den var paylaşan, Fələstindən var, Kamerun, Lübnan, Libya, 2 yer, Misirdən 2 yer, yəni burada da paylaşıb, rəsmlərində paylaşıb. Ondan sonra Hollandiyadan belə paylaşım olmuşdu. Dolayısıyla bu hilalın gözlənilməsi ilə bağlı şey. Yəni maraqlı bir sual ortaya çıxır ki, bu hilal Güneş kimi yer üzünün hər tərəfində eynidir. Və normal hava şəraiti varsa, bir yerdə görsənib də, özəlliklə şərq ölkəsində görsənibsə, qərb ölkəsində hayda-hayda görsənməlidir. Fəqət yüzlərcə, minlərcə insan toplaşmasına rağmen görmür. Amma daha bulutlu bir havada yerdə, görülməsi mümkün olmayan yerdə hilalı gördüyünü söyləyənlər var. Onu qeyd etmək istəyirəm ki, yəni bu şəkildə bir hilal. Bəzi insanlar bu sualı da verirlər ki, tabii haqlı olaraq, yaxşı, biz deyir ki, bu məsələdən xəbərimiz yoxdur. Hilalın keyfiyyəti, müşahidəsi və s. görsənməsi mümkündür, mümkün deyil. Bizə məlumat gəlir, çatır ki, müsəlmanlar tərəfindən hilal görsəndi. Tabii burada doğru bir sual olmalıdır. Birincisi, müsəlmanlar həqiqətənmi görübmü? Bu birincisi. İkincisi, hətta deyək ki, müsəlmandır, ədalətli şəxsdir. Çünki ayın girişi ilə çıxışı arasında fərq var. Baxın, Ramazanın hilalında girərkən, daxil olarkən bir ədalətli şahid kifayətdir. Amma çıxışı üçün ən azı 2 ədalətli şahid lazım. Bu da onu göstərir ki, ay çıxışı daha diqqətli olmaq lazımdır. Çünki belə bir qayda var, şəri qayda. Əl-yəqinu lə yüzəlu bir şək. Yəqin olan şəkil ortadan qalxmaz. Bizim Ramazan ayında olmamız yəqin olurdu. Fəqət Şəvvalın gəlməsi isə bir ekstra dəlilə ehtiyac var. Və bu dəlildə ciddi dəlil olması lazım. Ona görə də daha ciddi üzərinə durmaq gərəkir. Və bu barədə gətirilən bir neçə iddialar var və s. Onlar barədə növbəti videolarda çəkəcəm inşallah. Dolayısıyla, yəni əgər bu qurum
bu məşhur, bu bu qrupda olanlar görə bilmirsə, digər insanların görməsi də mümkün deyildir. Yəni xüsusilə onu da qeyd edeyim ki, məsələn, bu şəkildə göndərilir. Yəni məsələn burada səhifəyə gedirsən, bura mənim üzvlük yerimdir, burada ismim. Burada göstərirsən, ayı seçirsən. Məsələn buradan hansı aydır, hansı ildir, məlumatları doldurursan, hansı dövlət koordinat sistemlərini girirsən burada. Uzunluq, enlik, vaxt, dərəcə, rütubət, sonra atmosfer təzyiqi, milli barların yoxsa yüksəkliklə, həmçinin günəş harda batır, üfüqdə hansı şəkildədir, hilal necə görsənilir, gözlənmi, yoxsa çəkilişlənmi, havanın keyfiyyəti, nisbi olaraq, sonra hilal görərkən şəkli necə idi, ondan sonra gözlənmi görsəndi, qeyd olunur. Məsələn, yerli vaxtla sən hilalı hansı saatda görməyə başladın. Ondan sonra irtifai hilə bir dərəcət, hilalın hündürlüyü, dərəcə olaraq nə qədər idi. Bunlar hamısı qeyd olunur ora. Bunlar doldurulur və bura istəyirsən bura qeydlər düşürsən, yəni bunu düşürsən, mən qeyd düşdüyüm kimi və sonra buradan yaşadığın ölkə hansı rəsmi tarix olaraq hansı günü başlayır, qəbul eləyir, onu qeyd edirsən və sonra da buradan şəkillər varsa 4 dənə şəkil, ən sonunda buradan göndərirsən. Və axır davən elhamdülillahi rabbil aləmin.